Selam dostlar ve Aziz Settar Bey. Bir sual verir misiniz? Deyirsiniz ki Azerbaycan'da hem federalistler var, bir de istiklalçılar var. Deyirsiniz eğer ben yani istiklalçı olarak, yani siz istiklalçı olarak görsəz ki şərait elədir ki, Türk xalqının iktidarı Güney Azərbaycanda federalçıların əli ilə bərpa olur. Deyirsiniz ki, mən federalçıların yanında duracağım. Sonra məndən bir federal düşünce sahibi olarak soruşursunuz ki, fərqli bir şərait olursa siz harda duracaksınız? Yani məndən sorursunuz ki, siz İran'ın bütövlüğüne çalışacaksınız ya yok bizim yani istiklalçıların yanında duracaksınız? Bu suala cevap olarak ilk önce bir şeyi aydınlatmamız lazımdır. Sualın bu cümlesi ki sonda siz yani bize değil. Siz İran'ın bütövlüğüne mücadele eləyəcəksiniz ya bizim yanımızda duracaksınız. Heç düzgün bir sual değildir. Bizim ilk gündən, yani mənim ve yəqinən mənim kimi düşünən insanlar, bu mücadeleye qarışanlar yalnız ve yalnız Türk xalqının ve Azərbaycanın yanında duracaklar. Her zaman ve bizim çalışmamız Türk xalqının ve Güney Azerbaycan'ın saadeti üçündür. Federalizm için çalışma bizim genelde İran şəraitin, Azerbaycan şəraitin, uluslararası hüquq məsələsi ve Orta Doğu'da şəraitə baxdığımızda xalqımızın milli müqəddəratını təyin etmə haqqına malik olmasını federal vasitə ilə əlverişli ve imkan dahilinde görürük. Bizim bu analizimizde İran'ın bütününü saklamamak zaten kökünden söz konusu değil. Yani yakından uzaktan bizim meselemiz değil. Bizim meselemiz ve davamız Güney Azerbaycan'ın ve Türk halkının İran siyasi coğrafyasında saadet üçündür. Ona göre bu cümle ki, güya biz bir zaman olacak ki İran'ın bütövlüğü için mücadele edeceğiz, kökünden yanlış ve bizim düşüncemizi, eyni halda bizim mücadelemizi tanımamaktan ya bilmemekten meydana gelmektedir. Ondan sonra Azerbaycan'da bugün yalnız istiklalçılar ve federalçılar değil, Azerbaycan'ın bugün bir kesimi de, belki hatta en büyük kesimi de İran ve Fars merkezli düşünceye yakın bir zihniyete sahiptir. Ve Azerbaycan'ın saadetini yalnız merkezciler diyen demokrasinin gerçekleşmesinde aramaktadır. Yani bugün Güney Azerbaycan'da her türlü fikri tapmaq olur. Ama əsas siyasi damarlara geldiğimizde üç kesin damar göze çarpmaktadır. Merkez girayişli zihniyet, federal girayişli zihniyet ve istiklal girayişli zihniyet. Bizim fikrimiz esasında İran'da siyasi böhran meydana geldiğinde ve rejim değişilmesi söz konusu olanda bu değişim ve gedişat Azerbaycan'da ve Azerbaycan siyasi güncündə necə getməlidir deyə gələcək həftələrdə onu dəqiqcə danışacağım. Ama dostumuzun sualına geldikdə aydınlatmalıyıq ki, Güney Azerbaycan'da hər kəs necə düşünürsə siyasi sahədə o insanın hakkıdır. Ona göre istiqlaliyyət məfkurəsi olanın da hakkıdır ki, istiqlaliyyət düşüncəsini saxlasın ve ona mücadele etsin. Ama Güney Azerbaycan'ın geleceği ne o hizb, ne bu hizb, ne bir istiklalçı, ne bir federalçı təyin etməməlidir. Güney Azerbaycan'ın siyasi müqəddəratı Güney Azerbaycan'da kurulan Milli Məclisin vasitəsilə təyin olmalıdır. Yani Güney Azerbaycan'ın müqəddəratını geleceğini bir seçimden sonra ve Güney Azerbaycan'da bir meclisin kuruluşundan sonra ve o meclisten çıkan qərar esasında aydınlaşacaktır. Ve elbette ki o meclisin demokratik kuruluşu
ve onun kararları her bir partiya ve her bir bireysel veya ferd tarafından Güney Azerbaycan'da kabul olunmalıdır. Yani istiklalçılar ve federalçılar Güney Azerbaycan'da birbirinin karşısına gelme ve birbiriyle meydani karşı durmaya hiç ve bile hiç gerek yoktur. Hatta düşünürüm ki düzgün düşünen insanlar ve partiler olursa istiklalçılar ve federalçılar Güney Azerbaycan'da çok sıkı vəziyyətdə Azərbaycandan müdafiə etmək üçün bir-birinin yanında durmalıdırlar. Və Azərbaycanın gələcəyinin qərarını Güney Azərbaycanın Milli Məclisinin öhdəsinə buraxmalıdırlar. Əgərsə Güney Azərbaycanın Milli Məclisinin qərarına sayğı duyursaq, orada kim kimin cibhəsinə geçsin, kim kimin cibhəsinə geçməsin deyə söz konusu değildir. Hukuki bir açıdan Güney Azerbaycan'ın müqəddəratının təyin olmasına baxırsaq, orada hər kəs öz varlığını qoruyacaq və amma Milli Məclisin qərarına uyacaqdır deyə düşünürsək, heç bir siyasi qüvvə başqa siyasi qüvvə ilə qarşı-qarşıya gəlməyəcəkdir. Və bu vasitə ilə istiqlalçılar və federalçılar məsələsi Güney Azerbaycan'ın milli müqəddəratını təyin etmə məsələsinə gəldiyimizdə istiklalçılar ya federalçılar deyil, bəlkə Güney Azerbaycan'ın Milli Məclisinin qərarı hökm hesabı ola bilir. Güney Azerbaycan'ın milli müqəddəratına gəldiyində sözü burada bitirmək istəmirəm. Ciddi mülahizələri də qıssaca da olursa onları izah etmək istəyirəm. Güney Azerbaycan'ın Milli Məclisindən 3 qərar çıxa bilər. 3 qərar. İstiqlal qərarı, federal sisteminin qərarı və üçüncü də İranın geçən yüzildə mərkəzçi və bütövçü sisteminin quruluşunun devamı qərarı ola bilir. Amma bu 3 qərar hangisi Güney Azerbaycan'ın Milli Məclisindən çıxırsa sonuç nə ola bilir deyə, Azerbaycan'a hangi ziyanları verebilir diye biraz indidən düşünməyimiz lazımdır. O məclisdən, yani Güney Azerbaycan'ın Milli Məclisinin çoxunluğunda Güney Azerbaycan'ın istiqlalının qərarı çıxırsa, Güney Azerbaycan nə gözləyir, nə bəkləyir deyə o şəraitdə düşünməyimiz gərəkir. Çox aydındır ki, İstiqlal qərarı Milli Məclisdən çıxırsa, Güney Azerbaycan bir ağır duruma düşəcəkdir. İstər istəməz Güney Azerbaycan'ın istiqlal qərarı Güney Azerbaycan'ın Milli Məclisindən çıxırsa, mərkəzdə olan tamam gücləri, ölkənin, yəni İranın tam siyasi gücünü ölkə parçalanmasın bəhanəsilə sağ-sol bir araya toplayacaq və bir müvəqqəti legal dövlətin quruluşuna möhür basacaqdır. Və istər istəməz ordunun, jandarmi, polisi o müvəqqəti dövlətin fərmanının altına keçirəcəkdir. Və bu vasitə ilə mərkəz gücləri orduya dayanaraq ölkənin parçalanmasının qabağını alma bahanəsi ilə ordunu və gönüllüləri, dav tələbləri Azərbaycanda savaşmaq üçün Azərbaycana göndərmə hazırlığı gedəcəkdir. Mərkəzdən gələn güc Azərbaycan içində mərkəz təmayüllü gücləri organizə etməyə çalışacaqlar. Dəqiqən o hadisəyi ki, firqənin getmə günləri və İranın mərkəzi ordusunun Azərbaycana yürüməsi, yəni o 3 gündə Azərbaycanda olan mərkəzçi zehniyyət mərkəz ordusu gəlmədən belə Azərbaycanda cinayətə, öldürməyə və talanmaya hazırlanacaqdır. O ordunun qarşısında istər istəməz federalçılar və istiqlalçılar çiyin-çiyinə savaşmağa hazır olacaqlar. Bu savaş
Azərbaycanın istiqlali və federalı üçün deyil. Bu federalçılar və istiqlalçılar mərkəzdən gələn ordu ilə savaşmada Azərbaycanın güvənliyini təmin etmək üçün meydana gələcəkdir. Çün xalqın güvənliyi, əmniyyəti hər zatdan önəmlidir. Acaba Güney Azərbaycan bu durumda, yəni federalçılarla istiqlalçıların gücü nə qədər güclü olacaq ki, eləyə bilsin, mərkəzdən gələn ordunun qarşısında dura bilsin deyə bu gündən heç bir şey demək mümkün deyildir. Çünki Azərbaycanda organizə bir siyasi güc yoxdur. Yəni siyasi partiya yoxdur. Yəni siyasi partiyalar Güney Azərbaycanda xalq içində lazımi gücə sahib deyirlər ki, eləyə bilsinlər Azərbaycanın güvənliyini təmin etsinlər. Ona görə bu gündən o günkü saxıncıya və dəhşətə diqqətlə düşünmək lazımdır. Amma məsələ burada sona çatmır. Güney Azərbaycandan istiqlal qərarı çıxdığında ən sevinən güc bizim qonşularımızda Kürd ilhaqçı partiyaları olacaqdır. Kürd siyasi hərəkətində yetərli qədər təcrübə olduğuna görə istiqlal şüarı Kürdistanda güclü partiyaların tərəfindən meydana gəlməyəcəkdir. Bu gündən aydın olan Kürd siyasi partiyaların, güclü partiyaların hamısı federal şüar çərçivəsində başqa xalqlarla bərabər İranın mərkəzində müəssis məclislərdə federal qanunun keçməsinə çalışacaqlar. Amma bu federal zehniyyət Kürd hərəkatında Güney Azərbaycanın Milli Məclisindən çıxan istiqlal qərarına sevinəcəkdir. Niyə? Çünki Kürd hərəkatının gözü Azərbaycanın torpaqlarında, ən azı Qərbi Azərbaycanın torpaqlarında gözü vardır. Və bu gündən də o torpaqlara iddiada bulunur. Güney Azərbaycanın Milli Məclisindən istiqlal qərarı çıxırsa, istər-istəməz bu qərar mərkəzçi qruplarının, Kürd qrupları arasında bir yaxınlıq, bir birlik icad edəcək. Kürdlər Qərbi Azərbaycana sahib çıxaq deyə mərkəzdən gələn ordu və gönüllülər kimlərdir? Gönüllülər də ümumiyyətdə və genəldə türk olacaqlar. Asimilə türklər. Güya gəlirlər ki, ölkənin, yəni İranın parçalanmasının qarşısını alsınlar. Orada o namübarək İttihadı Birlik, yəni Kürd siyasi gücü ilə mərkəzdən gələn ordu və könüllülər davtələblər Güney Azərbaycanı çox ciddicə iki sahədə sıxıntıya qoyacaqlar. Kürdlər təcrübəli pişmərgə qruplarla Qərbi Azərbaycanda at oynadacaqlar. Mərkəzdən gələn ordu və gönüllülər isə Azərbaycanda cinayət törətmək üçün gəlirlər. Yadımızdan çıxmasın ki, Şah ordusu Azərbaycanın milli hökumətin bastırmada Təbrizə gələndə o ordunun başında Səttarxanın damadı dururdu. Gönüllülər dediyimdə Tehrandan və İranın mərkəzi nöqtələrindən asibilə türkləri bir ordu kimi Azərbaycanın üstünə yağdıra bilirlər. Və bundan acınacaqlı bir olay ola bilməz ki, türklər ilə Güney Azərbaycanda qarşı-qarşıya durub bir-birinin öldürməyə təşəbbüs etsinlər. Əgər bu hadisə 70 neçə il bundan əvvəl milli hökuməti bastıranda Güney Azərbaycanın başına gəlibsə, 70 ildən sonra əlbəttə ki, asimilələrin sayı qat-qat İranda artmış və o gönüllülərin sayı qat-qat yüksəkdir. Qarşılarında federalçılar və istiqlalçılar bərabərcə Güney Azərbaycanın güvənliyini təmin etmək üçün savaşa hazır olmalıdırlar. Sual budur. Güney Azərbaycanın bu iki cəbhədən gələn, yəni mərkəzdən gələn ordu və Kürdistandan gələn pişmərgə gücünün qarşısında müqavimət göstərməyə təşkilatı və hazırlığı varmı sualın cavabı kəsin bəlli deyil. Və hətta biraz bəllidir ki, belə bir hücumun qarşısında
bu gün baxdığımızda gücü yoxdur. Amma yenə istiqlal məsələsinə dönək. Azərbaycanın Milli Məclisində istiqlal qərarı çıxmış olsun. Əcəba bu Azərbaycanın istiqlaliyyətə əl tapması mənasını verirmi? Kəsinliklə yox. Niyə ki, həman qərar İqlimi Kürdistan Əraqda məclisdən çıxdı və Əraqdakı Kürdistan istiqlal referendumunun sandıqlarına gedib səslərini də belə atdılar. Sonuç istiqlal əldə olmadı. Hardan bəlli ki, həman vəziyyət Güney Azərbaycanın başına gəlməsin. Nə üçün Əraqda kürdlər referendum olduğu halda və səs verildiyi halda istiqlal əldə edə bilmədilər? Çün bölgədə və dünyada ölkələr elə bir dövlətin istiqlaliyyətini rəsmiyyətə tanımaq istəmirdilər. O cümlədən elə Amerika və Avropa ölkələri idi. Yəni Güney Azərbaycanın Milli Məclisindən istiqlal qərarı belə çıxırsa, dövlətlər, dünya dövlətləri onu rəsmiyyətə tanımırsa, o dövlət bir müstəqil dövlət ola bilməz. Yine bir başqa sual. Əcəba kimsə bizim aktivistlərimizdən bilir ki, Güney Azərbaycanın Milli Məclisindən istiqlal qərarı çıxınca Amerika, Avropa ölkələri və dünya ölkələri, Rusiya və başqaları onu rəsmiyyətə tanıyacaqlarmı? Kimsə bu sahədə təxmin edirsə, hangi təxmin elə gələ bilər? Rəsmiyyətə tanıyacaqlar, ya yox, rəsmiyyətə tanımayacaqlar. Hər kəs bunu bilir ki, çoxunluqla rəsmiyyətə tanımayacaqlar. Dövlətlərin Güney Azərbaycanın Milli Məclisdə çıxan istiqlalına rəsmiyyət verməsinlər deyə iki səbəb var. Bir, Ortadoğu ölkələri və dünya ölkələri bugün tamamən multietnik yapıları var. Yəni bir arada, bir məmləkətdə bir bölgəyə istiqlalı qəbul edirsələr, tamam bölgələr istiqlal istəyəcək və bu bölgə və Ortadoğu bir qanlı savaş bölgəsinə çevriləcəkdir. İkinci səbəbi isə İranın mərkəzində yaranan, yəni Tehranda yaranan o geçici müvəqqəti dövlət dünyada olan dövlətlər tərəfindən dərhal İran dövlətinin rəsmi dövləti kimi qəbul olacaq və o rəsmi dövlət Güney Azərbaycanın Milli Məclisində çıxan istiqlal qərarını qeyri-qanuni elan edəcəkdir və bu vasitə ilə dünya ölkələri ikinci səbəbə görə, yəni qeyri-qanuni olduğuna görə Güney Azərbaycanda Milli Məclisinin qərarının qarşısında duracaqlar və Güney Azərbaycanı bir müstəqil dövlət kimi rəsmiyyətə tanımayacaqlar. Və bu vasitə ilə siyasi və əskəri gücümüz varsa, mərkəzdən gələn ordu və gönüllülər və ya davtələblər tərəfindən bir tərəfdən və başqa tərəfdən Kürdistan tərəfdən gələn güclərlə Güney Azərbaycanda mövcud siyasi və hərbi güc də sarsılıb zəifləyəcəkdir. Və çox ehtimala Qərbi Azərbaycandan Kürd pişmərgələrin geri oturtturma məcburiyyətində qoya bilməyəcək bir durumda olması olasılığı vardır. Yəni nə istiqlal olacaq, nə Güney Azərbaycanın torpaq bütünlüyü qoruna biləcəkdir. Əgərsə istiqlal qərarı Güney Azərbaycanın Milli Məclisindən çıxırsa. Amma ikinci alternativ, əgər federal sistemi Milli Məclisimizin qərarı olursa nə olur? Əgərsə federal bir sistem Güney Azərbaycanın Milli Məclisinin qərarı olursa, yenə də orada Azərbaycanın güvənliyin, əmniyyətin qorumaq üçün federalçı, istiqlalçı, milli ünsür bir-birinə çox sıx yaxın durub Azərbaycanın güvənliyini təmin etməlidirlər. Federal sistemi qərarı Güney Azərbaycanın Milli Məclisindən çıxırsa, Tehranda müvəqqəti geçici dövlət Azərbaycana ordu və ya gönüllü göndərmə məsələsi kökündən yersiz və qeyri-lazım olur. Yəni, mərkəzi o müvəqqəti və ya geçici dövlətə
İranın toprak bütünlüğü söz konusu olmursa, ora ordu gönderme de mənasını elden verir. Yani bu o demek değil ki, merkezde oturanlar hala bir federal sistemi ölkədə yerinə oturmayıb deyə onlar Azərbaycanın haqlarını qəbul etmiş bir durumdadılar. Değil. Ama böhrani bir şəraitdə bu yalnız Azərbaycan değil ki, Kürdistanda, Bəluçistanda, Əhvazda, bəlkə Loristanda, bəlkə Gilanda şərait elədir ki, mərkəzi dövlət yalnız ölkənin toprak bütövlüğü söz konusu olduğunda o bölgeye hem ordu gönderme hem de könüllü gönderme hem kabul olunur hem de desteklenir. Ama istiqlaliyyət qərarı məclisdən çıxmırsa, federal sisteminin qərarı məclisdən çıxırsa, mərkəzdə o geçici müvəqqəti dövlət ordu yürütmə qərarını ala bilməz. Əgərsə Güney Azərbaycan mərkəzdən gələn ordu veya könüllülər veya doğu tələblərlə karşı karşıya durma söz konusu olmursa, Azərbaycanın siyasi ve oldukça əskeri gücü bir tərəfdən təhdid altındadır. O da Qərbi Azərbaycandan. Orada bu vəziyyətdə Azərbaycanın hərbi gücü Qərbi Azərbaycanı qorumaq üçün oraya yürüyüb oranı qorumağa çalışa bilir. Yəni qısaca desəm, Azərbaycanın Milli Məclisindən federal sistemi qərarı çıxdığında həm mərkəzdən gələn ordunun qarşısı alınır, eyni halda da Güney Azərbaycanda əskəri varlıq və müdafiə gücü Qərbi Azərbaycana odaqlanmaqla Kürdlərin ilhaqçı zehniyyət əsasında Qərbi Azərbaycana pişmərgə yürütməsinin qarşısını ala bilir. Eyni halda başqa nöqtəyə də diqqət çəkmək lazımdır ki, Güney Azərbaycanın məclisdən federal qərar çıxırsa, o adın çəkdiyimiz Kürdlərlə mərkəzçi qrupların Güney Azərbaycana qarşı yaxınlaşması və birləşməsinin qarşısı alınır və bu vasitə ilə həm Güney Azərbaycanın toprak bütövlüyü təmin olur, eyni halda da Güney Azərbaycanda cinayətin, talanın və soyqırımın qarşısı alınır. Amma diqqət etməliyik ki, bu iki alternativdən sonra, yəni istiqlal və ya federal qərarından sonra Milli Məclisdən bir mərkəzçi qərar da çıxa bilər. Çünki biz bilmirik ki, xalq o zaman hangi təmsilciyə səs verib və onu Güney Azərbaycanın Milli Məclisinə göndərəcəkdir. Elə ona görə də biz bugündən üçüncü alternativi də mərzək altına alıb onu biraz dəyərləndirməliyik. Əgərsə Güney Azərbaycanın Milli Məclisindən, yəni xalqın seçdiyi nümayəndələrdən istiqlal deyil, federal deyil, bəlkə bir mərkəzçi və İranda unitər bir sistemə səs verilirsə, biz, yəni Güney Azərbaycanın milli gücləri, istiqlalçılar və federalçılar nə etməlidirlər? Bu vəziyyətdə mənim fikrimcə istiqlalçılar və federalçılar bir-biri ilə sıx durub Güney Azərbaycanda unitər sistemə səs verən məclisin qapısını bağlayıb Güney Azərbaycan özün idarə edəcək deyə və Güney Azərbaycanda xalqın gücünə və silahına dayanaraq bir federal dövlət qurulacaq deyə İranın başqa qeyri-fars bölgələrinə həm mesaj, həm iş birliyinə girmə siyasətini aparıb, eyni halda mərkəzdə olan demokrat və federalizmə özən göstərən güclərlə birlik yaratmaqla qurulan müəssis məclisə kəskin qərarını İranda federalizmin qurulması üçün göndərməlidir. Güney Azərbaycan federalizmi əl tapması üçün savaşa hazırlanmalıdır. Bu hazırlanmanın necəliyini başqa danışıqda ətraflıca izah etməyə çalışacağım. Mənim uzun danışığımı dinlədiyiniz üçün təşəkkür edirəm.